Bismillahirrahmanirrahim. Salam, xoş gördük sizləri. Allah ibadət itaatlərinizi, oruç namazlarınızı qəbul eləsin inşallah. Selamun aleyküm Ağacan. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Səni görmək yenidən xoş oldu bizə. Estağfurullah, Allah köməyimiz olsun. Mənə də xoşdur, Allah süvar eləsin. Biz İmam Əli əleyhissalamın sonuncu vəsiyyətindən danışırdıq və gəlib çatmışıq qonşular bəndinə. Bəli. Həzrət buyurur ki, Allaha fi ciranikum. Bəli. Fəinnəhum vasiyyətu nəbiyyikum. Qonşular barəsində Allahdan qorxun. 2 dəfə deyir ki, Allaha. Düzdür, bizim dilə tərcümədə siz Allah da yaxşı tərcümə çıxır. Siz Allah, qonşularınızı yaddan çıxarmayın. Amma aman Allah məsələn bu şəkildə də çıxır. Bəli, aman Allah. Və yaxud Allahdan qorxun qonşularınız barəsində. Onlar Peyğəmbərinizin vəsiyyətidir. Bəli. Sonra buyurur, Mə zələ yusi bihim hatta zananna ənəhu seyuvarrithuhum. Deyir, Peyğəmbər o qədər tövsiyə etdi ki, qonşuları, hətta biz güman etdik ki, qonşular da bizdən irs aparacaqlar. Bəli. İkinci bənddir ki, Həzrəti Əmirül-Müminin bu vəsiyyətnamədə Peyğəmbərin hədisinə istinad edir. Birincisi, aranızı düzəldin bəndində idi ki, tövsiyəsində idi ki, aranızı düzəldin, çünki mən cəddinizdən eşitdim ki, Övladlarına deyir. Cəddinizdən eşitdim ki, İmam Həsənlə İmam Hüseynə. Peyğəmbərdən eşitdim ki, bəs aranı düzəltmək bütün namaz və oruclardan üstündür. Bəli. Bu məsələdə də, qonşular məsələsində də yenə Peyğəmbərin hədisinə istinad edir. Yəni, ictimai münasibətlərdir yenə. Yenə də ictimai münasibətlərdə sanki Peyğəmbərin sözündən dəstək alır. Bu həm də təkiddir. Bəli. Ki, mövzu həssasdır və siz də dönə-dönə bundan müğayət olun. Peyğəmbər sallallahu aleyhi və aleyhi şəriət sahibidir və şəriət sahibinin sözünü deyir. Bəli. Maraqlı cəhət burada həm yetimlərdən sonra qonşuların tövsiyə olunmasıdır. Elə bu tövsiyələrin içində burada bir neçə tövsiyə gəlir. Məsələn, Quran-ı Kərimi bu cür tövsiyə eləyir. Allaha fil Quran. Bəli, həcc bu cür tövsiyə edir. Həcci bu cür tövsiyə eləyir. Qonşuların da o cür tövsiyə olunması həqiqətən düşündürücüdür. Hər gün, yəni demək olar ki, bütün insanların qonşusu var və hər gündə bu qonşularla rastlaşırıq. İç-içəyik. Bu mövzunun diqqət mərkəzində olması insana həm rahatlıq verir, həm həyatı gözəlləşdirir, həm də insanın o məsuliyyətini insana başa salır ki, yəni sən nə etməlisən, qonşularla necə davranmalısan. İnsan ümumiyyətlə məsuliyyət daşıyan bir məxluqdur. Allahla münasibətdə məsuliyyət daşıyır, ailəsi ilə münasibətdə, qovumları ilə münasibətində. Bir də bütün cəmiyyət, xüsusilə qonşularla münasibətdə Allah təbarək və təala bizə öhdəlik qoyub. İnsan məsuliyyət daşıyır. Sonra buyurur ki, Peyğəmbər o qədər tövsiyə etdi ki, biz güman etdik ki, qonşular da bizdən irs aparacaq. Çox belə dəhşətli bir sözdür. Bismillahirrahmanirrahim. Təşəkkür dəvət elədiyin üçün. Əli əleyhissalamın bu sözü və o sözü xəbərdarlıqla başlaması, Allah. Bunun düzdür, izahını verirlər ki, Allahı nəzərdə alın və bu həm də onu göstərir ki, Allah Taala nöqteyi nəzərindən təhlükəli vəziyyətdir, həssas durumdur. Bu sözü belə başlaması qonşular barəsində həm də qonşulardır. Quran-ı Kərimin bir sıra ayələri var. Orada cümlənin quruluşuna baxanda görürsən ki, əgər danışanın, müəllifin demədiyi sözləri nəzərə almasaq, məna kamilləşmir.
Allah Taala'nın demədiyi sözləri nəzərə alınırsa, mənə kamilləşmir. Məsələn, onlardan biri də budur ki, İbrahim əleyhissalam haqqında buyurur ki, Kəzalikə nuri İbrahimə mələkutəs səmavati vəl-ərd və liyəkunə minəl muqinin. Başqa məsələlər də orada var. Və beləcə biz İbrahimə göylərin və yerin həqiqətini göstərdik ki, və yəqin əhlindən olsun. Bu və yəqin əhlindən buna bağlayıcıdır belə. Yəni, hansı sözlər qaldı? Yəni, göylərin və yerin həqiqətini görməyin faydası çoxdur. Biri də budur ki, yəqin əhlindən olsun. Burada da qonşular, diqqət etsəniz, görərik ki, Allah Taala'nın tövhiddən sonra ən çox əhəmiyyət verdiyi birlikdir, vəhdətdir. İnsanların birliyi, möminlərin, müsəlmanların birliyi. Bunu dönə-dönə Quran-ı Kərimdə və hədislərdə Allah Taala bildirir, bizə başa salır. Məsələn, Hucurat surəsində buyurur ki, La təlmizu ənfusəkum. Özünüzü sancmayın. Rişxənd eləməyin özünüzə. Adam özü-özünə rişxənd eləməz ki, təfsir alimləri buyururlar, hədislərə əsasən bu ayənin təfsiri odur ki, bütün müsəlmanlar sən özünsən. Sənin kimidir. Yəni, sənin özün hesabı olunmalıdır. Sən başqa bir müsəlmana rişxənd edirsənsə, özünə rişxənd edirsən. Və yaxud fəsəllimu alə anfusikum. Özünüzə salam verin. Adam öz-özünə salam verməz ki, yəni ev əhli sənin özün sayılırsan. Və yaxud Əli əleyhissalamın bir hədisi var, buyurur ki, imanın dadını o zaman dada bilərsən ki, başqalarına rəva bildiyini özünə rəva biləsən, özünə rəva bildiyini başqalarına rəva biləsən. Yəni, əgər müsəlmanlar sənin özün kimi sənə dəyərli olsa,